Məhəmməd ki, məni elə qapının ağzında gördü. Ağlaya-ağlaya dedi ki, Elbrus, bəs Zəhra bibini öldürdülər. Gördüm erməni o birisinə deyir ki, bunu aparaq Angela xalanın oğlunun başının, qəbrinin üstündə başını kəsir. Başıma o qədər dubinka ilə vurdular. Dubinka ilə onu təpi ilə vurdular. Bir ateş açdılar. Ateş açanda məni elə ki bir qüvvə, bir validə məni çırpdı difarı. Qaldırıb göyə çırpırdılar betonun üstünə. Qaldırıb göyə çırpırdılar betonun üstünə. Bunların ürəyi soymadı. Təzədən mənim bu qarın hissəmi soyundular. 20 dənə siqareti bax beləcəni yandırdılar, özlərini payladılar, bir-birinə çəkib elədilər. Qarın hissəmdə keçirdilər həmin siqareti. Məni ağız üstə sürüyə-sürüyə pilləkəndən aşağı sürürdülər, pilləkəndən yuxarı sürürdülər. Bu diz hissəmdə dizimin ət hissəsi getmişdi. İnsan orqanizminin rəngi olan rəng yoxdur, hamısı qapqaradır. 1992-ci ilin fevral ayının 25-i gecəsi mən postdan gəldim evə. Postdan evə gələndə gecə saat 12-nin yarısındır. Qəflətən erməni quldurları, erməni ekstremistləri qəfildən Xocalı şəhərini hər bir tərəfdən mühasirəyə aldılar. Bütün evlərin üstünü, bütün yaşayış məntəqəsini, hamısını bizim Xocalı şəhərin üst tərəfində Daştəpə deyilən bir yer var. Həmin təpədən BMP-nin gülləsi ilə, müxtəlif silahlarla, Rusun 366-cı polkun alayın texnikası ilə, hərbi texnikaları ilə Xocalı şəhərini mühasirəyə alıb ondan ateş açdılar və əhali, Əliyalın əhali məcburiyyət qarşısında Xocalını tərk eləmək məcburiyyətində qaldı. Mən də təbii ki, başqa yoldaşlar kimi, başqa vətəndaşlar kimi atamı, anamı götürdüm və Xocalını Qarqar çayının keçmək vasitəsilə Əskərənə yaxın bir yerdən Kətik dağına tərəf getdik. Həmin hadisə törənən vaxtı gecə saat 12-nin yarısından demək olar ki, bütün əhali, qadın, uşaq, qoca, yəni bunlar hamısı Xocalını tərk eləmək məcburiyyətində qaldılar. Sizi inandırım ki, Qarqar çayını keçəndə qışın oğlan çağı, yəni burada qarın çovğunun içində əhali çayı belə deyək, buz kimi çaydan keçdilər və yenə də qarın içi ilə yeriməyə başladılar. Mənim gözümün qabağında orada neçə nəfər, hamısı əksəriyyəti dondu, öldü. Neçə dənə uşaqlar dondu, öldü və meşədə gedərkən acından, susundan, acından ana mənə çörək ver deyə Vüsal adında bir uşaq anasından çörək, həmin uşaq yanımızda öldü. Yəni burada hardasa bir gün ərzində Xocalının işğalı 26 günü ərzində Xocalının ən böyük faciələrindən biri oldu. Ondadır ki, yəni biz şəxsən mən o Əskərən yolu tərəfindən getmədim. Biz meşə tərəfi ilə getdik, əhalinin əksər hissəsi. İnansız sıldırım qayalardı, sıldırım dağlardı, nabələt insanlar idik. Yəni o qayalardan Həsən adında ağsaqqal kişi qayadan düşdü. Onun qızları qaldı meşədə və bunlar hamısı mənim gözümün qabağında olmuş hadisələr idi. Bir sıldırım qayanın üstü ilə gedirik, yəni orada bir cığır kimi yerdir də, o cığırdan keçirik. O ayağı sürüşdü, hardasa bir 30-40 metr məsafədə sürüşə getdi, qayanın baş tərəfinə getdi, hamımız da baxırıq. Nə ağac onu kömək eləyənmədi, nə bir şey eləyənmədi. Həmin o qayanın düşündə, qayada hansı qayadan düşmə momentində özünü saxlaya bilmədi, qayadan düşdü. Yəni bu Xocalı faciəsinin belə deyək, ən canlı şahidlərindən biri mənim, ona görə ki, onun bütün hadisələrin hamısının şahidi oldum. Və burada ana baladan, bala anadan, qardaş bacıdan hamısı bir-birindən aralı düşmüş, pərən-pərən düşmüş insanlar idi.
Mən həmin yerdə orada atamla, əmimlə, bibimlə, anamla gələndə atamla əmimi orada biz ayrı düşdük. Anamla bibimi özüm yəni meşədə əllərindən tutub gətirməyə məcbur oldum. Eləcə də mənlə bir yerdə Xocalı sakinlərinin çox orada var idi. Yaqub kişi idi. Ondan sonra Mesxeti Türk'dən olan, Türk cəmaatından olan hardasa 6-7 nəfər idi. Beləcə biz Xocalı faciəsinin səhərsi günü Kətik dağını aşdıq. Erməni kəndlərinin, hansı ki erməni yaşayan kəndlərin əhatəsinə düşdük, tanımırıq, eləmirik. Və gecəni də orada qalası olduq. Hardasa 15-16 nəfər gecəni qalası olduq. Yol nabələt olduq ona görə. Səhərsi günü biz cığırla gələ-gələ, cığırla meşənin içində qar hardasa qurşağa qədər, hardasa dizdən yuxarı olan qar şeylə gələ-gələ bir kaha var idi. Kahanın Yaqub dayı dedi ki, gəlin bu kahada biraz dincələk. Yolumuz nabələtdir. Hardasa bir 15-20 nəfər idi. Qadın çox idi, uşaq çox idi. 15-20 nəfər qalxdıq bu kahaya. Aradan bir yarım saat geçmişti. Bir de gördük ki erməni faşistləri, erməni quldurları el avtomatda hardasa bir 10-15 erməni quldurları bir 30-40 nəfər, bəlkə də 50'ye yaxın qadın, uşaq, kişi əsir tutub həmin cığırla gəlirlər bizə sarı. Mənim o həmin vaxtı əlimdə olan silahı həmin gecə mən postdan qaydanda silahı vermişdim. Mərhum Aydın Məmmədov. Orada şəhid oldu. İkimizdə bir silah var idi. Onda ancaq əlimdə bir dənə qranat var idi. Mən buradakı yoldaşlara deyim ki, gəlin bax, onsuz da hamımız burada qırlasıyıq. Bu granatı atım, hamımız əyləyə aşağı, kim ölər ölər. Deyirlər, yaxşı. Mən granatı atmaq istəyəndə arxadan bir nəfər qadın idi, bilmədim kim idi. Əlimdə ola hələ granatı tam zapalınaşmamışdı. Qadın məni itələdi, məndən düz elə ki kahanın qabağındayam. Bizdən də aşağı hardasa sıldırım yerdir də, qaya diyor, sıldırımda düz aşağı mailli bir yerdir. Mən müvazinətimi itidim, yumalana düz düşdüm ermənilərin düz ayağının altına. Ancaq granat açılmadı. Hara qarın içinə düşdü bilinmədi. Ermənilər məni orada başıma avtomatın qundağı ilə vurdular. Deyirlər, dayan yerində və bizim olduğumuz o kahanı da onlar ateşe tuttular. Düzdür, heç birine ölüm olmadı. Kahadakı əhalini gətirdilər, qatdılar cəmaatın içine. Sonra hardasa bir 15-20 nəfər bizi gətirdilər Naxçıvanik kəndinə. Naxçıvanlı kəndi o vaxtda, indi Naxçıvanik deyirlər, Naxçıvanik kəndinə gətirdilər. Orada Mesxeti Türklər var idi. Onları da bizlə bir yerdə gətirdilər. Erməni bu Mesxeti Türklərə dedi ki, siz özdə bunların içində bir dənə Rus var idi. Hündür bir Rus idi. Polkovnik leytenant zvaniyasında. Bu dedi ki, siz nə millətsiz, dedi, biz Türkük. Erməni dedi ki, elə bizə siz lazımsınız. Bunları bizim yanımızdan apardılar. Bizim yanımızda Əlməmmədov Şaiq var idi, qardaşı Faiq var idi. O şəhid oldu, onu da əskərəndə, dediği eşitdiyimizə görə əskərəndə öldürdülər. Yəni bu Türkləri də götürdülər, apardılar. Sonra bizi gətirdilər. Hardasa Hümbətov Nadir idi, mən idim. Yaqub dayıydı, anam idi, bibim idi, başqa hardasa bir 4-5 nəfər qadın idi. Bizi piyada gətirdilər,
Naxçıvanlı kəndindən Dəhraz kəndinə. Dəhraz kəndinə gətirdilər. Bunların elə ki həmin kənddə bunların bir xeyirşər yeri var idi. Xeyirşər yerində bizi saldılar. Bizi içəri salanda gördük ki, hardasa burada 250-dən çox qadındır, yaralıdır, uşaqdır, kişidir. Gətirdilər bura, gətirəndə əmim, rəhmətli əmimin qaynatası mərhum Məhəmməd ki, məni elə qapının ağzında gördü. Ağlaya-ağlaya dedi ki, Elbrus, bəs Zəhra bibini öldürdülər. Deməli, biz oraya gəlməmişdən bir yarım saat qabaqda, bizdən qabaq 13 nəfər say seçmə oğlanı apardılar. İndi hara apardılar, nətər apardılar. 13 nəfər oğlanın tarihi bugünkü gündə düzdür. İndi sonradan onlardan bir neçəsinin nəşi tapıldı, ancaq o vaxtı bilinmirdi hara aparıldı. Bunların da stolları vardı, qabaq stolları. Bu əhalinin sıx olan yerində gəldim ki, atam da burada, əmim də burada gürovçu. Atam dedi ki, nə, siz cavansınız. Nadir dediyim qohumumla Ümmətov Nadir Teymurov. Bundan bizi saldılar stolun altına ki, erməni görüb bizi də aparmasın. Ən çox cavanlar aparırdılar. Burada bir gecə bizi burada saxladılar. Necə saxladılar onu Allaha qurban olma. Allah özü saxladı insanları. Deməli, 2 nəfər cavan qadını apardılar çölə. İndi güya orada, indi qab-qaşıq yuyacaqlar, nə qalacaqlar. Bir saatdan sonra gətirdilər qadınların tuşları başında olmayan bir vəziyyətdə. Girib içəridə əhaliyə güya ki yardım edirlər. Çiğ kartof verdilər ki, güya ki sizə yazığımız gəlir və çiğ buğda acı buğda verdilər. Ondan sonra yaralı, hansı ki yaralı bizdə Rövşən var, Xudayarov Rövşən, onu gəlib ayağını bax beləcənə sıxırdılar, döyürdülər cəmaatı, əhaliyə işgəncə verdilər orada. Bundan sonra səhər necə açıldı, hamısının ah-nalə ilə, hamısı şeylə açıldı. Səhər açılanda ermənilər dedi ki, qapının ağzına gəlin. Deməli, hardasa 250-dən çox əhali var idi, orada cəmaat çox idi. Rəhmətli Matan xalanın 3 oğlunu orada yanında aparmışdılar. 19 nəfər bizi elədilər. Seçdilər qırakin, biz sizi aparacağıq. Qalan bütün qadınları, anam da nə qədər yalvardı ki, bir dənə oğlum var da, mənim başqa işimim yoxdur. Verin bunu aparın, o yoldaşım geçsin sizdən. Dedi, yox, ola bilməz. 19 nəfər bizi yük kamazının, dəmir kozalı yük kamazını oturtdular. Bizi kamaza yığdılar, gətirdilər. Əskərənin içi ilə gətirər Xocalının içinə. Xocalının içinə gətirəndə Xocalının Aqroprom dediyimiz yerdə yolun qırağında kamazı saxladılar və hamımızı düşürdülər. Düşürdəndə mənim əmimdə bir qılçı və mərhum əmimdə bir qılçı paraliz keçirmişdi, yaxşı işləmirdi, bu düşə bilmirdi. Erməninin biri qayıtdı ki, biriniz kömək edin buna. Hamımızı da uzadıblar ki, asfaltın üstünə. Xankəndi Ağdam asfaltının üstünə uzadıblar. Mən də dedim əmimdə mən kömək eləməliyəm. Getdim əmimə kömək eləməyə düşməyə. Bir erməni gəldi, dedi ki, ala sən milisiyada işləyirsən, işləmirsən. Dedim, yox, mən HR-da işləməmişim. Yalanla. Yəni, o vaxtda milis şöbəsindəyim. Amma həmin günü posta döyüldülər, həmin günü gəlib əynimi dəyişmişdim. Dedi, yalan deyirsən. Dedim, yox, mən yalan demirəm. Getdilər, Kamazın ön hissəsində qırmızı 011 nömrənin markalı qırmızı maşından, Bardacokdan dediyimiz yerdən hardasa bir 15-20 dənə hərbi bilet çıxartdılar. Baxdılar, hərbi biletə, mənim hərbi biletimi gətdilər, sübut elədilər mənə.
sübut elətdilər mənə ki, yəni mənə deyəndə özlərinə sübut elədilər ki, orada da rus dilində yazılmışdı. Yəni milisdə işlədik. Sizi inandırım ki, həmin dəqiqədən sonra mənim bütün qara günlərim həmin dəqiqədən sonra getdi. Və məni tək həmin 11 Jiguli ilə gətirdilər Xankəndinə. Xankəndinə gətirdilər. Görürlər, mən orada erməni dilində başa düşürdüm. Hardasa bir 80% onların danışığını başa düşürdüm, amma danışa bilmirdim. Gördüm erməni o birisinə deyir ki, bunu aparaq Angela xalanın oğlunun başının, qəbrinin üstündə başını kəsək. O da deyir ki, gedək birinci Angela xalanın yanına sonra. Bunlar bir-birinə danışırlar. Gətirdilər məni Xankəndində bir evə. Bir evə gətirdilər, evin ikinci mərtəbəsi elə ki bizim Şuşadan atılan raket nəticəsində dağılmışdı. Yəni bunun da sakini orada ölmüşdü, nətər olmuşdu bilmirəm. Məni gətirdilər evin qabağında, gördüm bir qara giyimli, bir ağ saçlı bir arvad çıxdı çölə. Mənə dedi ki, adın nə? Dedim, adımı dedim. Hardansan dedim, Xocalıdan. Mənim sifətimə bir dəvə tüpürüşü tüpürdü. 2 dənə də şillə vurdu. Ağlaya-ağlaya çönüb gedəndə o erməni bayviklərindən biri dedi ki, bununla qaraq başını kəsəkmi? Erməni belə şeylər ki, dedi, erməni dilində deyir ki, lazım deyil. Kəsmək lazım deyil. Bəlkə bizə lazım olur. Ondan sonra məni gətirdilər Xankəndi Şuşa yolunda qum karxanası deyilən bir yer var. O yerin idarə binası. İdarə binasına gətirdilər, orada mənə işgəncələr verdilər. Mənə birinci deyirlər ki, sənin bir dənə şəklini çəkək, əlində avtomat, gedək Xocalının Diboy bulaq başında şəklini çəkək. Oradan bizim istədiyimiz döyüşçülərimizi oradan səni dəyişək. Mən də fikirləşdim ki, rəhmən, Allah'ın olsun fikirləşdim ki, onsuz da mənim Liboy Vremya, onlar hər zaman məni öldürə bilərlər də, belə deyək. Dedim, bundan ötəri mən durum. Onsuz da mən həmin vaxtı çox şeydi də, yəni qatma qarışıq dövr idi. Yəni bu heç belə vəziyyət. Dedim, öldürmək istəyirsiniz, öldüm. İnansız məni yıxdılar 4-5 nəfər. Başıma o qədər dubinka ilə vurdular. Dubinka ilə, onu təpi ilə vurdular. Təmiz gic vəziyyətində qaldım belə. Sonra məni gətirdilər bir Oğaz maşınına oturtdular, gətirdilər Xankəndindən Şuşaya qalxan tərəfdə elə yolun qırağında Arminavan deyilən bir yerdə. Hər tərəfi zabora alınmış bir yerə baxdım ki, bu zaborun içində ayaq izlər var. Hardasa zaborun bir 50 metr yersən bir divar hasar deyirik də biz ona. Betondan ibarətdir. Baxdım ki, ayaq izləri gedib, orada yəni divarda qan izləri var. Öz-özümə fikirləşdim ki, mənim son dəqiqələrimdir. Yəni məndən qabaq da burada gətirib öldürüblər. Burada dedim ki, mənə deyirlər ki, çön belə. Çön üzü bizə sağır. 2 nəfərdilər. 2 nəfərdilər. Əl avtomatlı 2 nəfərdir. Mən divardan hardasa bir yarım metr aralıda durmuşam. İnarsız gözümdən yaş elə axır. Deyirəm, insan özünün ölümünü bu dərəcədə yaxın olar, bu dərəcə ölməyə yaxın olar. Fikirləşdim, dedim, indi Allah'ın. Hani bir momentdə körpə bacılarımdır, anamdır, atamdır, gözümün qabağına gəldi. 22 yaşında. Avtomatı tuşladılar mağasarı, bir ateş açdılar. Ateş açanda məni elə ki bir qüvvə, bir
Validən məni çırpdı divara. Çırpdı divara, çöktüm aşağı. Aşağı çökəndə gördüm ki, nəsə yanıq gəlir. Başımın da tükü neçə vaxtı dəlilək yox, bir baş qırxan yox. Başımın da tükü çox idi. İndiki kimi başımın tükünü yandırıb nəsə durdum ayağa duranda erməni gülə-gülə erməni şeylədi. Dedi erməni dilində desin, qorxdun ya şandığa köpəyə ol. Bunlar ani bir momentdə indi siqaret çıxartdılar yanıma. Bunların spişkaları yanmır. Beləcənə nə qədər edirlər yanmır. Qışın günüdür, hər yer qardır. Nəsə spişka nəm çəkib, nəsə yanmır. 1 dəqiqə, 2 dəqiqə ərzində bunlar elə spişka ilə məşğul oldu. Gördüm bir dənə erməni gəldi hərbi formada. Belə Lenin saqqalı kimi də bir saqqal var. Mən bunu tanıdım, sırazı tanıdım. Burada diş həkimi işləyir Xankəndində. 2 dəfə mən onun dişimi çəkmişəm. Bu məni inansız, bu məni tanıdı. Bu məni tanıdı. Bundan söhbət eləyəmə. Mən də dedim, mən də bunu tanıdım. Öz-özümə dedim ki, Allah eləyəm, məni tanıya da bu. Bunlara nə dedi, nə demədi. Sonra bu hərbi çes verdi. Bunlar oturdular vaza gəldilər, getdilər. Bu gəldi mənlə şeylədi, dedi, ara Elbur, sən dedim. Onunla bir dəfə çörək yemişik. Dedim məni gətirdi orada Şuşa yolunda, Şuşa Xankəndin ayağında, Şuşa yolunda əvvəllər bu münaqişədən qabaq, belə deyək də, psixi xəstəliyi olan uşaqlar üçün tədris məktəbi vardı. Həmin o məktəbi indi də eləyiblər, onlar o vaxtı hərbi qərargah eləyiblər. Məni gətirdi bura, onun bir dostu vardı. Buna dedi ki, bunu yanımda saxla, amma elilə ölməsin. Və həmin adam da gəldi, məni yemək verdi, elədi, amma ayağımda bir qəşəng sapaşqım vardı. Tutdu, ayağımdan aldı. Bu erməni mənə bir qadın valinkası verdi. Valinka qış üçün geyimi şeydi. Nəysə, məni gətirdilər Badvala. Badvala gətirəndə gördüm ki, Xocavənd rayonunun Qaradağ kəndindən Əliyev Şəhrozu idi. Sonradan tanıdım mən bunu. Sonra bir nəfər var idi, Yusuf adında budur. 2 nəfər də Hüseyin kişi ilə Həsən kişi. Həsən kişi də yaralıydı. Rəhmətli Həsən kişi. Mən zirzəmidəyik. Soyuq hava, çox şey. Həmin gecə məni Yusuf adında deyilən bu Azərbaycanlı ilə getdilər özlərinin kazarmasında möhkəm döydülər. Möhkəm döydülər. Döyəndə birinci məni döydülər. Baxdım ki, Maksim Mirzayan vardı, avtobazların müdürü, mayor rütbəsində otururdu stolun başında. Mənə dekin ara, hardansan? Dedim, Xocaldan. Dedi, məni tanıyırsan? Dedim, hə. Dedi, hardan tanıyırsan? Dedim, siz avtobazanın müdürüsünüz. Hə. Dedi, Xocaldan filan kəs, Bəybələt kişi, Qənəhət kişi, sahib kişi, bunların adını çəkdi ki, bunlar mənim işçilərim olubdu. Və sizə koridor verdilər, niyə getmədiniz? Əlif Hacıyev niyə getmədi? Elman müəllim sizi niyə qoymadı getməyə? Beləcənə mənlə söhbət edir. Onlar hamısı çıxıblar Xocaldan. Dedim, onlar Xocaldan çıxmayıblar. Söhbəti burada kəsdi. Deyir ki, elə oturmuşuq da biz bir Qarabağda bizimdir mahnısını oxu. Biz də oturmuşuq. Sənə kaynak verəcəm içəsin. Bizə kəlmə dedim ki, mən oxuya bilmirəm. Deməklə gördüm o arxada 15-20 nəfər erməni, cavan erməni, hərbi formada ermənilər. Bunların birinə desin, vur. Vur. İnansız, orada məni elə bir günə qoydular, ancaq ürəyim getmədi. Nəsə bir şey olmadı da, indi cavan idim də. Məni bir küncə tulladılar.
Da göz qalmayıb, baş qalmayıb, bədən qalmayıb. Bizdə Elbrus Məmmədov var. Mənim indi sonradan qohum olduq. Onlar Alazan raketlərini, Qırat raketlərini onlar idarə edir. Ondan adımı şeyibdi. Ancaq mən milis şöbəsindəydim. Onlar elə ki, hərbi hissədəydi. İnanırsınız, məni çıxartdılar şeyə, bu foye deyir də, foye. Bəlkə bir 10 nəfər, elə ki bir nətədir, bir ən böyük bayaviki döyürlərdə elə bir şeydir. Qaldırıb göyə çırpırdılar betonun üstünə, qaldırıb göyə çırpırdılar betonun üstünə. Bunların ürəyi soymadı. Təzədən mənim bu qarın hissəmi soyundular. 20 dənə sigareti bax beləcə yandılar, özlərini payladılar, bir-birinə çəkib şeylədilər. Qarın hissəmdə keçirdilər həmin sigareti. Sonra Badvala gedən pilləkən hardasa bir 3 metrə yaxın pilləkən idi. Pilləkənində deməli beton hissələri qırılmışdı, armaturlar hamısı çıxmışdı çölə. Məni ağız üstə sürüyə-sürüyə pilləkəndən aşağı sürürdülər, pilləkəndən yuxarı sürürdülər. Bu diz hissəmdə dizimin ət hissəsi getmişdi. Mən gözümü açanda bu Əliyev Şəhəruzu, Xocavəndin Qaradağısından olan Əliyev Şəhəruzu, mən orada başımı bunun dizinin üstündə gördüm. Özümə gəldim, dedi ki, nə bədbəxt ol, səni nə qədər döyüblər. Yəni insanlıq sifətindən çıxmışdım da. Cavan idim deyin, yəni ürək şey eləyirdi, dözürdü. Bu elmin qapının altında olan erməni də durdu, gəldi təzədən bu Şəhruzu da döydü, yenə də məni də döydü. Gecəni belə keçirdik. Səhər açılanda erməni qapını açdı ki, 2 nəfər çıxın söylə. Bir məni göstərdi, bir də bu Şəhruz. Şəhruzla mən ikimizi də çıxartdılar çölə. Bir dənə skor uaz var idi. Hərbi uaz idi. Dedi ki, bax bu uazın bir təkərini dəyişməlidir, bir də yarıya qədər yuyulmalıdır. Sizə 10 dəqiqədə vaxt verirəm. 10 dəqiqə ərzində kim yudu, yumadı, hər geçən dəqiqəyə 2 təpik bir yumruq. Şəhruz deyir ki, nə qardaş, mən şofürəm, 10 dəqiqə bu təkəri dəyişəcəm. Dedim da canım cəhənnəm, mən də yuyaram da. Elə oldu ki, Şəhruz işini gördü, mən 2 dəqiqə, 3 dəqiqə belə geçdim. Erməni yaxınlaşdı, həmin o dediyi andı yerinə yetirdi, təpik, yumruq, bir də gördüm bir erməni gəldi, yaxınlaşdı. Hala, sən aeroportda işləyirdin, dedim yox, mən İsarda işləmirdim. Mən də yalandan demişdim ki, mən Bakıda universitetdə oxuyordum, prosto vertolyotla qayıda bilmədim, təzən universitetə qalmışam. Hala, nə danışsan dedim, mən səni dedi aeroportda məni döyənlərin biri sənsən. Həqiqəti deyir də bu, yəni şeyləmir. İnanırsınız, məni orada bir günə qoydular. Təzədən çöldə də yalan olmasın bir 20 dərəcəyə yaxında marozdu. Suyu tökdülər üstümə, bir 10-15 dəqiqədə saxladılar elə çöldə. Sonra yenə də məni sürüyə-sürüyə getdilər şeyə. Aradan 2 gün keçmişdi, hər gündə, hər axşamda döyülürük. 2 gün keçmişdi, bu Həsən dediyim ağsaqqal yaralı, ağsaqqalı çiynindən yaralıydı. Bunu gəldilər, götürdülər, apardılar. Kim apardı, nə tər apardı, bir xəbərimiz olmadı. Həmin günü axşamsı bizi çıxartdılar. Bizi çıxartdılar, deyirlər, dur gedirsiniz. Biz bilmirik hara gedirik. Bu Hüseyin kişidir, həmin bu Yusifdir, mənəm, bir də Şəhruzdur. Bizi bir dənə başına oturtdular, 4 qapılı Oğaza. Getdilər Xankəndi milis ad yerinə, buranın təcridxanasına. Bura gətirəndə bizi növbətçi otağında yoxladılar, üstümüzdə nə var, nə yox. Bunlar proseduranı keçirirlər güya.
Bu Yusiflə Hüseyin kişini dedilər siz çıxın. Bunu apardılar, hansı hara apardılar bilmədik. Kamera yazada, yəni salmaq üçün. Ancaq bu Şəhruz da mənə dedilər ki, bilmirəm indi. Yəni bu mövzudan tanışsınız ya yox. Şəhruz da mənə dedilər ki, siz soyunun. Qurşaqdan yuxarı bütün lüt. İkimiz də soyunduq. Bunlar əlinə böyük bir yekə dubinkalar da, razı dubinkalar da, yəni istifadə eləmişik. Ağır dubinkanı götürdülər. Yəni hər birimiz, ikimiz də ürəyimiz gedənə qədər bizim kürəyimizə dubinka ilə vurdular. Sonra bizi sürüyə gətirdilər kameraya. Yəni bax, həmin o 2 nəfər olan kameraya. Gətirib kameraya saldı. Paltarımızda tuluyublar kameraya oturdular. Bu Şəhruzun kürəyinə baxdım ki, Şəhruzun kürəyində bir dənə insan orqanizminin rəngi olan rəng yoxdur. Hamısı qapqaradır. Dedim, bədbəxt ol, sən nə gündəsən? Belə baxdı, dedi, sən məndən də betərsən. Kürəyimiz qapqaradır. Həm ağzından azsız, neçə gündür bir loxma çörək, yəni ağzımıza çörək də almırıq. Həm də bizi bir gülmək tutdu orada. Siz inansız bizi, ikimiz də bir gülmək, bir dəli gülmək. Güldüyümüzə görə erməni tərzəndən gəldi, genə döyür. Bu Hüseyin kişi qayıtdı ki, həm cavan idi, onun 26 yaşı vardı, mənim də 22 yaşım vardı. Yəni cavanlıq idi da, dedik, da indi döyülmək. Erməni bizi döydü, döyəndən sonra gördü, heç veyimizə dalmırıq. Amma geymişdi yanımıza. Dedi, sən üstünüzə hal aldı. Bizə bir sigaret verdilər, bir dənə sigaret verdi. Ancaq kamerada olanda bir o qədər döyülmə yox idi da, düz aşsız qalırdı. Sutkuya belə deyək də bir çörəyi yarı bölürdülər, yarını da 5 hissəyə bölürdülər. Yəni bir 100 qram, 70 qram belə çörək sutkuya verirdilər. Onu da bir gün səhər verəndə, o birisi gün axşam tərəf saat 3-də verirlər, o birisi gün akşam tərəf 5-də verir. Bir gün beləcənə rejimi pozurdular insan taqətdən düşmək üçün. 3-4 gündən də bir quruşka suyu verirlər. Bir quruşka, bu dəmir quruşkalar olur, bir də əskər yəni dolçaları. Onun kimi. Yəni birinci, ikinci adam nə içirdi, onsuz da aşsız adamlar idi. Da o suyun nə xeyir var, suyu da içəndən sonra kameranda pəncərələri qırıq, bir dənə reşotka, soyuq. İnsan o suyu içəndən sonra ümumiyyətlə titrətmə tuturdu biz. Yəni belə bir vəziyyətlə hardasa bir həftə belə buradayıq. Amma hiss elədim ki, bizdən başqa kameralarda adamlar vardı. Birdən bir tanış öskürək elədi. Bir öskürək mənə elə ki tanış gəldi də mənə. Dedim ki, bu əmmin öskürəyidir. Yəni rəhmətli Hüseyin kişi tanıyırdı əmmi, bunlar tanımırdı. Hüseyin dayı deyir ki, nə, sən rəhmətli Hüseyin dayı deyir ki, nə bilin, dedim, valla bu əmmin səsidir. Gecə saat 1-dir, 2-dir, nədir? Bu dəmir qapılardır, bunların qlazoku dedik, gözlükdən elə bir dəmir qlazoku beləcənə parmağımla araladım, əmi dedim adıyla. Gördüm, deyir ki, nə, bu kimdir? Dedim ki, mənəm Elbrusdur. Deyən də demə atamla bir yerdədir. Səsinə qurban olma, Elbrus, səsinə qurban. Da indi bunlar da elə bir də yazıq papam da elə ki onlar erməni məni o vaxt maşına oturduq gətirəndə Jiguliyə. Papam da dubinka ilə da özünü öldürüb ki, bir dənə oğlum var da məni aparın öldürün, ona dəymin. Da mən də o vaxt elə bir dənə əl elədim. Ağlaya dedim, papa, əlvida dedim.